Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed və əcili və likəl fərəz. Hər birinizə Allahın salam, rəhmət və bərəkət olsun. Əziz xanımlar, artıq biz işarələr bölməsinə başlayırıq. Bugünkü mövzumuz sukun işarəsidir və hərfin üzərində qoyulur. Osman Tahat çaplı Quran-ı Kərimlərdə bu cür, bəzi Quranlarda isə yumru sıfır kimi işarədən istifadə olunur və hərfin üzərində yazılır. Hərfin üzərində yazılaraq və heç bir səsi bildirmir, yalnız hərfin öz səsini bildirir. Sukun işarəsi hərfin üstündə qoyulur və həmin hərfdən sonra hərəkənin, yəni qısa saitin olmadığını bildirir. Sukunlu hərf özündən əvvəl gələn hərəkəli hərf ilə bir hecada oxunur. Buna görə də sözün birinci hərfi heç zaman sukunlu ola bilməz. Məsələn, buradakı kimi və yaxud da buradakı kimi ilk hərfimiz heç vaxt sukunlu ola bilməz. Üstündə sukun işarəsi olan hərfə, başqa sözlə desək, hərəkəsi olmayan hərfə sakin hərf deyilir. İndi isə biz izah edirik ki, məsələn, bu hərf nun hərfi idi, adı nun hərfi idi, üzərinə sukun işarəsi qoyulanda n kimi səslənəcək. Artıq ona heç bir hərəkə verilmir. Sin hərfi s kimi olacaq, hərfi sakit edir, qısa sözlə desək. Yeganə hərf vav hərfidir ki, üzərində sukun işarəsi qoyulanda qoşa səsli difton kimi tələffüz olunur. Yəni, qoşa səsi nədir? İki dənə səsi bildirir. Əv. Vav hərfi, sukunlu vav hərfi özündən əvvəl qalın hərf gələndə au kimi, incə hərf gələndə əv kimi tələffüz olunur. Məsələn, bu nümunəyə baxırıq. Yəvmə sözündə vav hərfi iki səsi bildirdi. Digər nümunələrə baxırıq. Burada sukuna aid sadə bir nümunələrdir. Yəlid. Hər bir hərfin hərəkəsi var. Yalnız dəl hərfinin hərəkəsi yoxdur və sukunlu olur. Yəlid hərfin özünü bildirir. Yakun. Belə. İndi isə həmzəyə baxırıq. Həmzə bilirsiniz, köməkçi hərflərimizdən idi. Üzərində sukun işarəsi gələndə dayaq hökmündə olur və yumuşaq qırılaraq tələffüz olunur. Məsələn, nümunəyə baxırıq. Bisə. Yəni, burada qırılma baş verəcək. Əyn hərfinə baxırıq. Əyn hərfi də sukunlu olarkən özündən əvvəlki qısa saitin hərəkəsi, qısa sait uzanaraq bir qədər boğaza salınır. Məsələn, Nə'budu. Belə. Bugünkü dərsimiz bu qədər. Allahdan hər birinizə müvəffəqiyyət arzu edirik. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.